Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim. Bu gün sizlərə Məmməd Arazın Azərbaycan Dünyam Mənim şeiri haqqında ən vacib məqamlara diqqətini çatdıracağam. Şeirin həm məzmunu, eyni zamanda həm də formasına baxacaq. Sizlərdən isə bizdə xahişimiz var ki, mütləq bizim YouTube kanalımıza abunə deyilsinizsə, abunə olursunuz. Bəyənib, paylaşıb, rəy yazmaqda bizdən əsirgəmə. Keçək ilk bəndimizə. Azərbaycan qayalarda bitən bir çiçək, Azərbaycan çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eyləyərək Azərbaycan dünyasından baxar dünyaya. Baxın yoldaşlar, birinci bir misramızda biz burada Azərbaycanın bir çiçəyə, qayalarda bitən bir çiçəyə bənzədildiyinin şahidi olduq. Təbii ki, burada bu təşbehdən istifadə olunub. Azərbaycan çiçəklərin içində qaya. Eyni zamanda ikinci misrada Azərbaycanın qaya içərisində bitən bir çiçəyə bənzədir. Yəni yoldaşlar, burada təşbehdən istifadə olunub. Mənim könlüm bu torpağı vəsf eyləyərək, könlün torpağı vəsf eyləməsi, təbii ki, burada metafordan istifadə olunub. Azərbaycan dünyasından baxar dünyaya. Yəni Azərbaycanı burada, Məmməd Araz Azərbaycan burada bir dünya, Azərbaycanın bir pəncərə adlandırır. Yəni Azərbaycandan sən dünyaya baxırsan, Azərbaycan dünyasından baxar dünyaya. Keçək ikinci bəndə. Azərbaycan mayası nur, qayəsi nur ki, demək Azərbaycanın mayası, yəni ilk maya nə deməkdir? Bir şeyin başlanğıcıdır. Mayası nur, qayəsi nur ki, Azərbaycan həm mayasını, həm də qayəsini nur adlandırır burada. Hər daşından alov dili ox ola bilər. Alov dilli ox, baxın yoldaşlar, burada təbii ki, epitetdən istifadə edir. Hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər. Təbii ki, burada Azərbaycan deyiləndə hörmət əlaməti sən ayağa durmalısan ki, Füzulinin, yəni dahi şairin ürəyinə toxuna bilər. Oğulları kül gəzdirər biləklərində. Oğulların göz atəşi gözəl əridir. Azərbaycan səhərinin bəbəşlərində qütb üldüzü, dan uzuzu gözəllərdir. Baxın yoldaşlar, oğulların kül gəzdirməsi. Baxın yoldaşlar, burada mübaliğədən istifadə olunub. Oğulların kül gəzdirər biləklərini. Təbii ki, burada Kür çayına işarə edib. Eyni zamanda burada bir rəmzi məna da var. Biləklərdə kürün gəzdirilməyi, hardasa bir daşan bir qandan da söhbət gedə bilər. Yəni oğulları kür, o qədər güclü övladları var ki, kür gəzdirir biləklərində. Oğulların göz atəşi gözəl əridir. Azərbaycan səhərinin bəbəşlərində, bəbəş nə deməkdir? Azərbaycan səhərin bəbəşlərində, yəni Azərbaycanın o səhərin açılması bir rəmzi vardır. Səhərin bəbəşlərində qütb ulduzu, dan ulduzu gözəlləridir. Tariximə qara xətli Hicri miladı. Baxın, yollar tarixdə baş verən o qara xətli hadisədən söhbət edir ki, o yəni qanlı qadalı, döyüşlü yollardan tariximə qara xətli Hicri miladı. Biz bilirik ki, Hicri və milad hər ikisi təqvim deməkdir. Qılıncların qan ağzı ilə yazılmadımı? Baxın yoldaşlar, qılıncların qan ağzı ilə yazılmağı var da burada. Yəni hər bir hadisə, belə deyək də, döyüş bahasına başa gəlib. Qılıncların qan ağzı ilə yazılmadımı? Babaların bot çöllərə bənzər muradı, bot çöllərə bənzəmək. Muradın bot çöllərə bənzəmək, təbii ki, burada yenə də təşbehdən istifadə olunub. Babaların bot çöllərə bənzər muradı, yəni arzu, murad, geniş. Burada bot çöllərə bənzər murad, təbii ki, geniş arzudan söhbət gedir. Qızıl bayraq dalğasından yaz almadımı? Təbii ki, burada qızıl bayrağı deyəndə bayrağımızda olan qırmızı rəngi nəzərdə tutulur. Bəzi ədəbiyyat kitablarında hətta bu üç rəngli bayraq kimi də qeyd olunub. Üç rəngli bayraq dalğasından yaz almadımı? Növbəti bəndə keçək. İllər olub kürələrdə dəmir olmuşuq. Baxın yoldaşlar. İllər olub kürələrdə dəmir olmuşuq. Yəni, belə deyək də, dəmir kimi bərkimişik. Dəmir harda bərkir? Kürədə qızandan sonra dəmir bərkir də. İllər olub kürələrdə dəmir olmuyor. Yəni kürələrdə biz dəmir kimi olmuyor. Yəni də burada yoldaşlar təşbehdən istifadə olunur. Yəni dəmir kimi bərkimişik. Sərhədlərdə dayanmışıq küləkdən ayıq. Yəni küləkdən ayıq öz sərhədlərimizi qorumuşuq. Od gölündə, buz gölündə gəmi olmuş. Baxın yoldaşlar, od gölündə, buz gölündə, yəni bütün fərqi yoxdur da. Həm istidə, həm soyuqda, həm yaxşı halda, həm pis halda gəmi olmuş. Yəni heç bir halda belə deyək də yolumuzdan dönməmişik. Biz Bakının ilk saadət carçılarıyıq. Yəni təbii ki, burada Bakının ilk qurucuları, saadət təbii ki, xoşbəxtliyin demək ki, carçılarıyıq, səs salanlarıyıq. Min illərlə zülmətlərə yollar açıqdır. Dalğalandı sabirlərin ümman dərsi. Baxın yoldaşlar, biz ikinci bənddə Füzulinin adını gördük. Eyni zamanda burada da sabirlərin, yəni sabirlərin ümman dünyası. Sabirlə təbii ki, burada Mirzə Ələkbər Sabir nəzərdə tutur. Təbii ki, burada yoldaşlar, sabirlərin ümman dünyası. Ümman, yəni sabirlərin geniş dünyası.
Azərbaycan qatarı da yollara çıxdı. Təbii ki, bu yollar Azərbaycan qatarının yollara çıxması deyəndə burada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını deyir. Yəni 1918-ci ildə artıq Azərbaycan Xalq Cümhuriyyəti demək yarandı. Azərbaycan qatarı da yollara, yəni Xalq Cümhuriyyəti yarandı. Dağılanda Qoca Şərqin duman dünyası. Azərbaycan mayası nur, qayası nur ki, yəni də Azərbaycan mayası nur, qayəsi, yəni hər bir şey nurdur da. Maya nə deməkdir? Yükün başına yaranan. Azərbaycan mayası nurdur, qayası nur ki, hər daşından alov dil oxula bilər. Azərbaycan deyilən dayağa ki, ana yurdun ürəyinə toxuna bilər. Baxın yoldaşlar, bu bəndəsində təkrarlanmır. Yəni orada Füzulinin ürəyinə toxuna bilər. Burada isə ana yurdun ürəyinə toxuna bilər. Yəni hörmət əlamətli Azərbaycan deyilən ayağa durmalısan ki, çünki ana yurdun, bu müqəddəs yurdun ürəyinə toxuna bilər. Çünki o müqəddəs yurduğunda yüzlər, minlərlə insanlarımız şəhid olur, qan tökülür. Ona görə də sən ayağa durmalısan ki, ana yurdun, Füzulinin, şəhidlərimizin, Sabirin demək belə deyək də ürəyinə toxuna bilər deyir. Təhlil hissəsinə baxaq yoldaşlar burada. Əsər lirik növdür təbii ki, heca vəzində tərənnüm, lirik növdür təbii ki, tərənnüm olmalıdır. Tərənnüm əsasında yazılıb. Şeir 7 bənddən, hər bənddə 4 misradan, hər misrası 13 hecadan ibarət. Bu da bizə göstərir ki, təbii ki, bu qoşma deyil. İndi qafiyə quruşunda biz onu görəcəyik. Şeirin qafiyə quruşu A, B, A, B, C, D, C, D. Yəni, qoşma necə olur da? Qoşma belə olur. A, B, C, B, sonra nə gəlir? C, 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 B. Qoşma bu cür qafiyədir, amma biz bu şeirdə bu cür qafiyələnməni görmürük təbii ki. Bu çarpaz qafiyədir. A, B, A, B, C, D, C, D formasını alır. Misaldağın bölgüsü 4, 4, 5 böl. Bax, diqqətli olur ki, 4, 4, 5 bölgüsüdür. Gəlin biz bunu bir daha burada baxaq. Demək, 4, 4, 5 bölgüsüdür. Azərbaycan qayalarda bitən bir çiçək. Baxın yoldaşlar. Demək biz burada A, B, A, C, D. Baxaq. Demək yoldaşlar, qafiyə quruşda biz görürük ki, çiçək A, qaya B, eləyərək demək, çiçək eləyərək A, qaya dünyaya B. A, B, A, B kimi qafiyə. İndi bölgüsünə baxaq. Azərbaycan qayalarda bitən bir çiçək. Azərbaycan qayalarda bitən bir çiçək. Azərbaycan qayalarda bitən bir çiçək. Azərbaycan çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək Azərbaycan dünyasından baxar dünya. Təbii ki, burada 4-4, baxın yoldaş, 4-4 demək 5 bölgüsündə yazılır. Bu da demək 13 hecadan ibarətdir. Sonra növbəti misrəyə baxaq burada. Məmməd Arazın lirikasında vətənpərvər hissi olduqca güclüdür. Azərbaycan dünya mənim şeiri də bu silsiləyə daxil olan şeirlərdəndir. Şair Azərbaycanın qayalarda bitən çiçəyə, çiçəklərin içində qayaya bənzədir, təbii ki, təşbih yaradıb, qeyd etdi. Mayası və qayəsi nur adlandırır. Müəllif Azərbaycan dünya açılan bir pəncərə kimi qiymətləndirir. Dünyaya Azərbaycan pəncərəsindən demək baxır. Müəllif tarixin qatlarına işıq salır. Tarixlərə qılıncların ağzı ilə yazılan qara səhifələri yada salır. Azərbaycan adını hər şeydən üstün tutan vətənpərvər şair Azərbaycan deyilən hər iş kəsi ayağa durmağa səsləyir. Hər əks halda Füzuli kimi, sonra Sabir kimi ana yurdun ürəyinə demək, həm Füzulinin qüdrəti sahibinin, eyni zamanda doğma yurdun ürəyinə toxuna biləcəyini demək vurğulayır. Şair Azərbaycan qatarı da yollara çıxdı deyərkən, dağılanı Qoca Şərqin duman dünyası fikri misrası ilə Azərbaycan Xalq Cümhuriyyəti nəzərdə tutmuşdu. Biz də bunu öncə qeyd etdik. Şeirdə Azərbaycan oğulları qollarını kür gəzdirən igid ər kimi tərənnüm olunur. Əsərdə Füzuli, Sabir kimi şairlərin adı seçilir. Şeir Məmməd Arazın Azərbaycan naməsi hesab olunur. Bax, buna da diqqətli olacaqsınız. Maraqlı bir, təbii ki, əsərdir. Siz də mütləq oxuyun, dəfələrlə video izahlara baxın ki, imtahanı sizin qarşınıza çıxanda rahat şəkildə yaza biləsiniz. Təşəkkür edirəm. Növbəti bir video izahda görüşəcəyik.